Herkese salam, kanalımıza hoş gelmişsiniz. Kızlar, ne inirsiniz, ne var ne yok, halınız, keyfiniz, əhvalınız, görməyəli, görüşməyəli, İnşallah yaxşısınız. Bizdə də çox şükür yaxşılıqdır, vallah, nə bilim, yıxıla qalxa dolanıb gedirik. Neçə gündür sizləri videosuz qoymuşam, nə çəkiliş etdim, nə paylaşım. İnanın ki, elə yorulmuşam, elə yorğun düşmüşəm. Əlimə telefon alıb çəkiliş etməyə taqətim olmurdu. Bundan əvvəl izlədiyiniz vlogların birində qeyd etmişdim ki, iş yoxdur. İndi elə bir iş başladı, elə bir iş oldu. İnanın ki, Allahdan bir stəkan çay içib yeməyimizi yeməyə vaxt tapa bilmirdik. Amma yanımızda gəlinlər var idi. Bir-birimizin qolumuzu alırdıq, köməklik edirdik, çayımızı, suyumuzu, yeməyimizi yeyirdik. Nə qədər yesək də vaxtında yemədiyimizə görə belə insanın halı da gedir. Belə bacılar, iş olmurdu. Dua etdik ki, Allah da dualarımızı qəbul etdi. Düzü evə gələndə adam utanırdı. Kassaya yaxınlaşıb geyib deməyə ki, nə bizim pulumuzu verin. Həqiqətən də məndən başqa bir neçə xanımlar yaxınlaşmadan başımızı sallayıb gəlirdik evə. Biz evə çatmamış, sağ olsunlar, bizim pulları kartımıza yatırırdılar. Yenə də təkrar olaraq səhər gedirdik. Biz də içimizdən dua edirdik ki, Allah işini artırsın. Ən azından evdən çıxmışıq, zəhmətimizin haqqını elə alaq. Belə bacılar, səhər saat 8-dir, əlimə aldım süpürgəmi, çıxdım çölə, darvazanın çöl tərəfinə baxın, nə gündədir, yarpaqlar dizə döyür. Belə bu cür ikiyə ayırıram, özümə düşən tərəfi təmizləyirəm. Mən o başatan təmizləyəsi olsam, mənim qonşum qudurar. Həqiqətən də bir neçə vlog bundan əvvəl göstərmişdim sizlərə qonşumun həyat bacasını. Bir neçə xanımlar da yazmışdı ki, qonşunun eybini niyə çəkirsən? Qonşumun eybini çəkmirdim. İnanın ki, onun rahatlığını göstərmək istəyirdim sizə ki, baxın, görün necə də rahat insandılar. Ailə Orus ailəsidir. Sadəcə bu həyatda kef edərək yaşayır. Həqiqətən də yeyib, içib, kef edirlər. Ailə evdə olur, işləri, gücləri, maşın işinə baxırlar. Xanım da hər gün evdədir. Mən bu evə köçəli 7 aydır. 7 ay ərzində bir dəfə süpürgə alıb həyat bacasını süpürdüyünü görməmişəm. Yığıb yığışdırdığını görməmişəm. Yəni dediyim odur ki, çox rahat ailədilər. Heç zibilə baxmır, amma biz bir sağa baxarıq, bir sola baxarıq, özümüzə bir istam edərik ki, hər yer tərtəmiz olsun. Belə bu cür yığdım, təmizlədim. O tərəf yenə qonşunun teritoriyasıdır, bu tərəf yenə qonşunun teritoriyasıdır. Süpürmədim, yığmadım. Amma külək kəsəndə yenə bəri gələcək mən tərəfə. Belə Melislə işimizi gördük, qutardıq. Melisi İçəri almıram qızlar. Hələlik yenə çöldə saxlayıram. Çünki havalar xoş gedir bizim buralarda. Xoş getdiyinə görə almıram. Bizim qız çöldən, bayırdan yığılmır. Gəzməyi çox xoşlayır. Elə gün axşama gəzsə of deməz. Hər gün çöllərdə gəzir. Quyruğu da tüklü olduğuna görə yerin göyün zırtını zibilini quyruğuna, tükünə toplayır. Evə də girəndə bütün evi kir edir, çirkləndirir, zibilləndirir. Ona görə çöldə saxlayıram. Çöldə saxlasam da o demək deyil, mən Melisə baxmıram. İnanın ki, onun elə yeməyinə, elə suyuna, elə baxımına edirəm ki, həqiqətən də çox razıdır. Düzü pul verib gedib hazır pişik yeməyi almıram. Hazır yeməklər almıram. Mən ona ev yeməkləri öyrətmişəm yeməyə. Səhər yeməyi ayrıdır, günorta yeməyi ayrıdır. Bəzən doğrama da verirəm lap Melisə. Belə, burada Allah hər kəsin ürəyinə görə versin. Qoz vermişdilər. Sizlərə demişdim ha, dedilər toplayın, yığın. Biz yığmırıq, istifadə etmirik. Biz də gözümüzü yumub keçmədik. Hər dəfə yolla getdikcə yığdıq qozları. İndi getdim səhər tezdən. Avaşına açlar açılmaz. Getdim balaca müşök gətirdim. Müşökə yığdım. Geridə qalanını da kloka yığdım. O ki demişdim qazanın altında qalıb kiflənməyə başlayırdı, qaralmağa. Amma içi sağlamdır, üzü qaralsa da o qozlarda kloka yığdığım. Belə sağına soluna baxdım.
qərarımı dəyişdirdim ki, bunu içəri yox, bunu çölə çıxardım ən yaxşısı. Hələ havalar xoş gedir, çöldə dursun, hava vursun, xarab olmasın. İndi də belə nazad gedəsi oldum. Çölə qoyacağım, çöldə dursun. Belə bacılar, indi saat 9-dur. Gəldim çay qoymağa. Uşaqlar yavaş-yavaş durmağa başlayırlar. Hər yeri yığdım, yığışdırdım çöl tərəfi. İndi qalıbdı içəri. İçəri ilə də kirli deyil. Yenə də bir yüngülvari əl hərləyəcəm. Əvvəllər mən qız olan vaxtı mamamın bir gözəl sözü var idi. Hər dəfə onu deyərdi. Elə o yolla da gedirəm mən. Deyərdi, səhər tezdəndən durar durmaz birinci əlinizə süpürgənizi alın, çıxın çölə. Çölü təmizləyin. Əgər çölünüz təmizdirsə, bu evdə yaşayanlar təmizdir deyərlər yolla keçən. Çölünüz çiriklidirsə də, evin içi təmizdirsə, çölə baxıb yolla keçən deyər, bu həyat baca, darvaza nə gündədir. Bəlkə də bunun evi bundan da betər gündədir. Ona görə səhər saat 8-dən durdum, çölü təmizlədim, yığdım, yığışdırdım. Ondan sonra keçdim belə evin içinə, çay qoyub, çayımızı, suyumuzu içib, yeməyimizi yeyib, ondan sonra yüngülvari evə əl gəzdirəcəm. Elə də kirli deyil, təmizdir, amma yenə hər gün etdiyimiz iş olduğuna görə yüngülvari əl gəzdirmək lazım olur. Belə deyin görüm, indi siz nə edirsiniz? Sizdə nə var, nə yox? Bu 2-3 gündə nə iş gördünüz? Halınız, əhvalınız yaxşıdırmı? İnşallah yaxşı olar bacılar. İnanın ki, hər birinizin yaxşı olmağınızı elə çox istəyərəm, elə çox istəyərəm. Sizsiz çox darıxmışdım. Bir axlım, fikrim, videolarım deyildi. Mən niyə çəkilişlərimi edə bilmirəm? İş məni çox yordu. Ona görə mən davamlı olan işi istəmirəm. Belə az-az çağıran yerlər olanda gedəm işləyəm, elə də gələm. İş çox oldu 3 gün. O da nəyə görə oldu? Bizim burada Qazaxıstanın hansısa bayramı mı var deyim. Bilmirəm, mən hansı bayramdır bilmirəm. Amma iş günləri olmadı 3-4 gün. 4 gün iş günləri olmadığına görə bütün cəmaat doldular restorana, kafeyə, yeyib, içib, kef etdilər. Ona görə bizim bu 3-4 gündə belimiz qırıldı. Həqiqətən də çox oldu iş. Zakazın üstündən gəlirdi. Biz də zakazlarımızı verirdik, işləyirdik. İndi yenə seyrəlibdir, yenə azalıbdır, iş çox zəifdir. Bugün evdəyəm, dünən işdə oldum, sabah da yenə işdə olacağım. O birisi günü toyumuz var, yaxın qohum toyudur, ona hazırlaşıram, oraya gedəcəm, sizləri də götürəcəm toyu gedərkən. İnşallah toyumuz da maraqlı olar. Çalışaram çəkiliş etməyə sizlər üçün. Görün, başarsam çəkiliş edərəm, başarmasam məni üzürlü sayın. Bəzən topluluqda insan çəkinir, insan utanır. Nə bilim, telefonu verməyə adam tapmırsan ki, çəkinən. Biz deyib, gülüb, oynadıqca, bəzən də özüm çəkilişlərimi edirəm. Belə bacılar, günümüzə başladıq, bismillah dedik. İnşallah bu videom sizlər üçün maraqlı bir video olar. İnanın ki, neçə günün videosudur, bilmirəm. Hamısını belə xırda toplayıb bir yerə yığacam. Buraya qədər izlədiyiniz səhnələrin hamısını neçə gün bundan qabağa izlədiyiniz videolardır. Montaj edib qoymuşdum. Devamını indən sonra çəkəcəm. O da hansı günü çəkəcəm, onu da bilmirəm. Hansı günü çəkib ortaya çıxardacağım, onu da bilmirəm. Yenə bir video alındıraram. Belə olsa da, yarı-yarımçıq olsa da, istəyərəm bir günü tam başdan aşağı çəkəm sizlər üçün. Maraqlı bir video alındıram. Amma alınmır, nə edim? Alındıra bilmədim. Belə olsun, bugün də belə bu cür video olsun. Ümid edirəm, bəyəndiyiniz, sevdiyiniz, maraqla izlədiyiniz videolardan biri olar bu videomuzda.
Bugün zibil günüydü. Aklımdan çıxmışdı xanımlar. Ona görə o tərəfə təmizləyəsi olduq. Bunu tək mən etmədim. Bu qonşu da etmədi. Bizim ev sahibi gəldi. Belə dımırıq, nədir baxın, belə didən olur. Biz ona dımırıq deyirik. Onunla təmizlədi. Çünki oralar süpürgə ilə getmirdi. Bir də bu tərəf. Görün nə gözəldir. O qonşu yenə evində yatır. Ev sahibindən birlikdə yığdıq, yığışdırdıq. Təmizlədik. Yəni o tərəflər teritoriya qonşunundur, baxın. Qonşunundur, bizə düşmür. Bizə sadəcə buralar düşürdü. Mən də buraları yığmışdım. Yenə hörmət etdik, biraz artıq təmizlədik. Bugün evdəyəm. Uşaqları da götürüb gedirəm indi bazara, qazandığımız pulu xərcləməyə. Xərcləmək deyəndə bacılar, belə də pis çıxmasın. Hər zaman ehtiyacımız olan şeylərə pul xərcləmişəm mən. Ehtiyacım olmayan şeydə, yəni istifadə etmədiyim şey varsa da ona pul verməmişəm. İndi biraz uşaqlara geyim almaq lazımdır. Onu gedib alıb gələcəm. Özüm üçün hələ bir fikirdə deyiləm. Nə görsəm, nə bəyənsəm, xoşuma gələn bir şey olsa alaram. Gələn olmasa pul verməyəcəm. Bazardan görüntülər çəkə bilmədim. Amma indi aldıqlarımın hamısını sizlərlə bölüşəcəm. İlk öncə özümə aldıqlarımı göstərmək istəyirəm. Belə bir don aldım. Rəng olaraq da çox bəyəndim. Bənövşə rəngdir. İndi biraz kamerada nədənsə açıq görünür. Keyfiyyəti də qəşəngdir, keyfiyyətli bir dondur. Bunu geyinib göstərəcəm sizə. Burada da bir dənə picak aldım qızlar. Bu picak da ki, o mən ki, qolu dibindən olan bir don almışdım. Sizlərə də göstərmişdim. O don üçün aldım ən çox da. Qolum çox çöldə qalmamaq üçün belə bir picak aldım. Burada da uşaqlara aldım, yoldaşıma aldım. İndi hələ ilk öncə bunu istəyirəm geyinib göstərəm. Görün nə tər durur üstümdə. Mən çox bəyəndim. Mənim çox xoşuma gəldi. Bir siz də öz fikirlərinizi yazın. Görün belə bir don mənə yaraşır ya yox. Dalaşmayım, çəkirəm. Bu aralar yenə biraz arıqlamışam, gözünüz aydın. Bəlkə donun içində belə çöp kimi görünərəm, amma donu çox sevərək, bəyənərək almışam bacılar. İndi bilmirəm siz necə görürsünüz. Rəng olaraq həqiqətən də çox bəyəndim. Rəngidir, belə formasıdır, keyfiyyətini də çox bəyəndim. Arıqlamaq deyirsiniz, mənə deyin. Öyrədim sizə sırrını. Yeməyin, çörək yeməyin. Düzgün əməlli, düzənli olaraq yeməyinizi yeməyin. 2 günə 1 kilo arıqlayıram, kökələm deyəcəkdim. Amma kökəlməyə gəlincə, düzənli olaraq yeməyimi yeməyim, zorla kökəlirəm. 10 günə saatla yemək yesəm, bəlkə 10 günə 1 kilo kökələrəm. Yəni, çox çətin kökəlirəm. Bu da zoxuma görədir. Nəysə, donum necədir? Bəyəndinizmi? Forması belədir. Bunu da arxayatım. Bunun remeni də var. Remeni bacım deyir, geyinmə. Bunları aç deyir, atı ilə. Kəs tulla ilə deyir. Remensiz geyini ilə deyir donu. Görək, indi siz baxın, görün necədir, remenlə geyinim, remensiz geyinim, nə fikirləriniz yazarsınız. Remensiz, yəni bu da bir zulumdur geyinmək. Remenlə belə oldu. Remenlə mi səliqəli görünür, remensizmi? Baxın belə, həqiqətən çox arıqlamışam, kökəlmək lazımdır. İşdən imkan olurmu ki, kökələsən düzgün əməllə? Picakdakı belə bir picakdır. O sizə dediyim donun üstünə almışam. Qolum çox çöldə qalmasın deyə aldım. Toya şana geyinəndə dedim, picak keçirərəm üstündən. İndən sonra qol açıq donlar geyinəndə gerək picak geyinəsən. Belə bunun üstündən göstərim, belədir. Bu yaxında yenə toyumuz var. Allah qoysa o toydan gözəl görüntülər paylaşacağım sizlər üçün. Sünnət toyu da var, qız toyu da var. Hansınla paylaşa bilsəm, sizləri də götürəcəm. Bu belə. Bunu yoldaşıma aldım.
qalın qadı, bacınız öz qazancını alıbdır. Belə bir qalın qış geyimidir. Bolu da çox gözəldir, keyfiyyətlidir. Bunun burasında mexi var idi. Onu gələr gəlməz söktüm. Dedim qoy sayda olsun. Saydəliyi sevirəm deyə. Neyse, bu belə. Bunu uşaqlara aldım. Qız, o bazarı ələk-vələk etdim. Bir etdim. Düzgün əməlli şalvar almaqdan ötər uşaqlara baxın, balaqlarına baxın, nə gündədir. Yoxdur, moddur deyək, bütün bazar belə bir şalvarlar satırlar. Uşaqlar da bəyəndi, mən də çarəsiz aldım. Devir daha dəyişdirilib vallar. Qız şalvarından oğlan şalvarlarının arasında fərq qalmayıbdır. Dönə-dönə soruşdum satanlardan ki, bu qız şalvardır, oğlan şalvardır deyir. Tiço deyir, oğlan şalvarıdır. Deyirəm, ay Allah. Bu nədir gəldi bizim başımıza? Bunu Aliyə aldım. O balaqlı şalvarının üstünə belə köynəklər gedir. Yaz payız üçün qalın köynəkdir. Ağ rəngi aldım. Ağ rəngi xoşlayıram mən uşaqlar geyinəndə. Belə bir boş köynəkdir. Keyfiyyəti də çox gözəldir. Ucuza da almadım yəni. Onu da deyim. Bunu da Alfanı aldım. Arxası da belədir. Bunu da bəyəndim. Şalvarını da geyindirdim. Köynəyi də geyindirib elə bəyənib almışam. Gözəl durdu. Uşaqların üstündə gözəl qaldı. Bir də bunu aldım. Bacınız uşaqlığına döndü. Bunu indi bilmirəm hansı axılla aldım, hansı fikirlə aldım, amma aldım. Hansı fikirlə aldım deyəndə bəzi donlarım var, yaxası biraz belə açıq kimikdir. O yaxası elə də çox çöldə qalmasın deyə, boğazım dolu dursun deyə, baxın belə bu cür edirlər, bu cür geyinirlər xanımlar. Bu fikirlə aldım məndəki. Açıq donlarımız olanda belə geyinərik. İndi bunlara yaraşmaz. O fikirlə aldım, durdu. Bunlar belə bacılar. Aldıqlarım bu qədər idi. Sadəcə olaraq bacıma ala bilmədim. O da ki, görüntülüzdən getdim. Nəsibə bunu bəyənirsəm. İstədim bu dondan alam, ona da birini. Kariş rəngi də var idi. Dedi, yox dedi. Ona belə qısa olacaqdı. O uzundur. Dizindən biraz aşağı olacaqdı deyə dedi, istəmirəm. Biz bir-iki günə yenə bazara gedəcəyik bacımla. Bacım indi özü üçün nəsə istəyir almaq. Onda dedi, alarıq dedi. Mənə heç nə alma. Amma yenə ürəyim durmadı. Zəng etdim. Dedim, üstünə bir köynək kimi bir şey alım. Dedi, yox dedi. Alma dedi. Heç nə. Bərabər gedəndə alarıq. İndi mən də fikirləşdim ki, ona özümüzü alanda heç istəmirəm kimsə seçəmdə. İndi bacıma ala bilmədim. Bacıma ayırdığım pulu da bacımla gedəndə alarıq. Belə bacılar. Aldıqlarım bu qədər. Donum belədir. Rəngi çox gözəldir. Bəyəndim həqiqətən də. İndi siz bəyəndiniz, bəyənmədiniz bilmirəm. Amma söz verirəm ki, bu donun içində belə çöp kimi qalmayacaq. Kökəlməyə çalışacağım. Bu iş məni həqiqətən çox yordu. 3 gün anamız ağladı. 3 gün bilmədik nə edir. Çörəyimizi də düzgün yeyə bilmədik. Yəni o da niyə elə? Bizim bu Qazaxıstanda milli bayram, nə bayramıdır mən bilmirəm. İş günləri olmadı. İş günləri olmadığına görə cəmaat restoranlara, kafelərə doldu. Zakazın üstündən gəldi. Neysə bacılar, aldıqlarım bunlardı. Göstərdim nələr aldım, nələr almadım. İndi sabah Allah qoysa sünnət toy var, oraya gedəcəyik. Oradan çəkiliş edə bilsəm nə yaxşı, sizlərlə bölüşərəm. Edə bilməzsəm məni üzürlü sayın. Bugün də belə olar, belə bitirərəm videomuzu. İnşallah ən yaxşısı olar.
Bir videonun axırına gəlib çatdıq. Bu videonu burada sonlandırmaq istəyirəm. Sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Yeni videolarımızda görüşmək diləyilə, özünüzə yaxşı baxın.